Çox dəyərli Hyundai Kia sürücüləri, dizel sürücülərindən gedir təbii ki söhbət. Mən ilk öncə heç nə demək istəmirəm. Birinci, bir dənə yaxınlaş bunu bu formada göstərək. Bax, görürsünüz vəziyyəti. Bax, kollektorun vəziyyətidir. Baba, qırıqlara baxın, buna baxın. Görün nələr çıxır bunun içərisindən. Baxın. Baxın. Bu vəziyyətdə bax, kollektorun vəziyyətinə baxın. Yəni çoxunuz bunu yəqin ki bilmirsiniz. Yəni bu görünən bir şey deyil də rahatlıqla. Bu da yerin çıxışına bax. Yerin çıxışını dəngə göstərir yaxından. Gör nə gündədir. Bax, qurum tutub buradan hava bədbaxardan keçsin. Görürsünüz də yəni nə vəziyyətdədir. Samavar da o gündədir. Zaslonkanın da özü, yəni vəziyyəti baxın, yəni o vəziyyətdədir. Hamısı pis vəziyyətdədir. Şəhər içərisində probkalarla sürülən avtomobillərdə bu gördüyünüz problem olur. Xüsusilə də artıq havalar soyuduqca siz bu avtomobillərdə boğulmanı xüsusilə hiss edirsiniz. Bax, biri burada dayanıb, biri orada bax, ustamız hal-hazırda görürsünüz Santa Fe'ni. Onun da kollektoru sökülür yuyulması üçün. Bir dənəsi də gəlir yoldadır. Yəni bu gün artıq üst dənəsinin kollektor sistemi sökülüb yuyulacaq. Peçdə təbii ki bu xüsusi peçdə yuyulur, yoxlanılır, üzərinə bağlanır və problemsiz şəkildə müştəriyə təhvil verilir. Avtomobilinizi peşəkarlara etibar edin.